Aşağıda simvolları verilmiş elementlərdən hansının adı cədvəldə yoxdur? Deməli, bizə məlumdur ki, elementlərin simvolları onların latınca adlarının ilk hərfindən və ya birinci və ikinci və ya üçüncü hərflərindən istifadə olunmaqla düzəlir. Ancaq biz onların əsasən Azərbaycan dilində olan adlarından istifadə edirik. Deməli, A variantında hidrargiumdan HG, yəni biz Azərbaycan dilində onun adının civə olduğunu bilirik, verilib cədvəldə. B variantında deməli, bor, o da cədvəldə verilib. C variantında verilən simvol heliumdur, helium ifadə edir, o da cədvəldə verilib. D variantında verilən bromdur. Gördüyüm kimi, həmin simvola uyğun cədvəldə ad yoxdur. Y variantında barium, cədvəldə həmin simvola uyğun ad var. Deməli, olmayan D variantı olacaq, elə bizim doğru cavabımız da D-dir. Hansı halda kimyəvi xassisə verilmişdir? A. Mis elektrik cəryanı keçirir. Bizə məlumdur ki, elektrik keçiriciliyi maddənin fiziki xassəsidir. B. Glikoza şirin dadlı maddədir. Maddənin dadı yenə fiziki xassəsidir. Xlor adi şəraitdə qaz halındadır. Deməli, bizə məlumdur ki, aqreqat halda maddənin fiziki xassəsidir. Əhəng daşı qızdırıldıqda parçalanır. Parçalanma isə maddənin kimyəvi xassəsidir. Fosfin zəhərli qazdır. Bu isə yenə maddənin deməli fiziki xassəsidir. Deməli, doğru cavab D variantı olacaq. Cədvəldə sxemdə X maddəsi təsvir olunmuşdur. X maddəsi mürəkkəb maddədir və eyni zamanda atom kristal qəfəsinə malikdir. Bizdən tələb olunan X-ə uyğun maddədir. Deməli, A variantında verilən silisium O2 mürəkkəb maddədir və eyni zamanda silisium özü və birləşmələri bizə məlumdur ki, atom kristal qəfəsli maddələrdir. Elə doğru cavabımız A variantı olacaq. Digər variantlara da nəzər salaq. B variantına baxıram, H3PO4 adətən kovalent rabitəli maddədir. Maddələr molekul kristal qəfəsli olur. Mürəkkəb maddə olsa da bu molekul kristal qəfəsidir. Atom kristal qəfəsli maddələr bəlli maddələrdir, biz onları bilirik. C variantında yenə kovalent rabitəli maddə olan ağ fosfor verilmişdir. Molekul kristal qəfəsi əmələ gətirir və bəsit maddədir, yəni heç mürəkkəb maddə deyil. D variantında verilən və Y variantında verilən qrafit və almaz hər ikisi deməli heç mürəkkəb maddə deyil, onlara baxmağa dəyməz. Ancaq kristal qəfəs olaraq bizə məlumdur ki, atom kristal qəfəsi əmələ gətirə bilir. Deməli, doğru cavab elə A variantı olacaq. Qrafikə əsasən anion, katyon və neytral atom ola bilər. Yəni A, B, C-dən hansı anion, hansı katyon, hansı isə neytral atom ola bilər. Qrafikə baxdıqda mən görürəm ki, B-nin həm deməli proton sayı Y-dir, həm də elektron sayı Y-dir. Yəni hər ikisi bir-birinə bərabərsə bizə məlumdur ki, neytral atomda proton elektrona bərabərdir və o neytral atom olacaq. Deməli, neytral atom B-yə uyğundur. A üçün baxıram ki, A-da deməli elektron sayı proton sayından deməli azdır. Çünki A üçün verilən proton sayı X-dir. Elektron sayısı Y-dir. Y burada da Y-dən görürəm ki, yəni X Y-dən böyükdür. Yəni proton sayı elektron sayından əgər çoxdursa, bu katyondur, yəni müsbət yüklü iondur deməkdir. A üçün deməli o zaman elə doğru cavabımız B görsənir. C-dəki digər əksinədir, yəni Z Y yazacaq. Gördüyümüz kimi proton sayı elektron sayından azdır. Ona görə o da aniondur. Yəni elektron sayı çox olduğu üçün mənfi yük çox olacaq. Yəni anion olacaq. Doğru cavab B variantı olacaq. X, Y, Z və T mayelərinin 25 dərəcədə əmələ gətirdiyi homogen qarışıq müəyyən temperaturədək qızdırılır. Deməli, gördüyümüz kimi şəkildə fraksiyalı distillə qurğusu təsvir olunmuşdur. Burada mayələrin qarışığı verilmişdir. Buxarlanma nəticəsində əmələ gələn deməli qaz soyuducu qurğuda kondensləşərək toplama qabında yığılır. Toplama qabında əvvəlcə X mayesi toplanır, qeyd olunub. Z mayesi toplama qabında toplanmır, qeyd olunub. Y və T mayeləri toplama qabında demək olar ki, eyni vaxtda toplanır. Verilən məlumatlara əsasən X, Y, Z və T maddələri ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlışdır, qeyd olunub. Deməli, A variantında Y və T-nin qaynama temperaturu bir-birinə çox yaxındır. Bu doğrudur. Çünki burada qeyd olunub ki, demək olar ki, eyni vaxtda toplanırsa, onların qaynama temperaturları bir-birinə yaxın olub ki, eyni vaxtda buxarlanıb və soyuducu qurğuda eyni vaxtda kondensləşib və eyni vaxtda
deməli toplama qabında toplanır. Mayələrin qaynama temperaturları 25 dərəcədən yüksəkdir. Bu da doğrudur. Çünki həmin deməli X, Y, Z, T mayələr 25 dərəcədə homogen qarışıq əmələ gətiribsə, demək ki, onlar 25 dərəcədə heç biri qaynamayıb, yəni maye haldadır və qarışıq əmələ gətiriblər. C. Soyuducunun temperaturu X mayesinin qaynama temperaturundan kiçikdir. Bu da doğrudur. Kiçik olmasa orada kondensləşmə baş verə bilməzdi. Deməli, həmin X mayesi orada kondensləşərək gəlib toplama qabında toplanır. T'nin qaynama temperaturu X'in qaynama temperaturundan böyükdür. Deməli, T'nin qaynama temperaturuna baxırıq. Y və T, deməli, X birinci burada qeyd olunub. Baxın, toplama qabında əvvəlcə X mayesi toplanır. Deməli, X mayesinin qaynama temperaturu ən azdır orada. T'nin qaynama temperaturu X'in qaynama temperaturundan böyükdür yazılsa, bu doğrudur. Z'in qaynama temperaturu Y-in qaynama temperaturundan kiçikdir. Bu isə yanlışdır. Çünki burada müəyyən yerə qədər qızdırılır, amma hələ də gördüyümüz kimi Z mayesi toplama qabında toplanmır qeyd olunub. Deməli, ancaq Y isə Y və T eyni vaxtda toplanır qeyd olunub. Demək ki, Z-in qaynama temperaturu ən böyükdür burada. Bizdən yanlış olan soruşulurdu. Elə doğru cavabımız Y variantı olacaq. Deməli, maddənin bərkdən mayəyə, mayədən qaza və əksinə çevrilmə prosesləri verilmişdir. Həmin çevrilmələrdə deməli, X maddəsinin aşağıdakı xassələrində hansı dəyişmədiyi bizdən soruşulur. A variantında sıxlıq qeyd olunub. Bizə məlumdur ki, maddənin aqreqat halı dəyişirsə, orada deməli, bərkdən mayəyə, mayədən qaza keçirsə, sıxlıq dəyişir. Molekular arası məsafə dəyişir. Çünki mayədən qaza keçərkən və yaxud da ki, bərkdən mayəyə keçərkən bizə məlumdur ki, molekular arası məsafə dəyişəcək. Molekulyar quruluşu maddənin gördüyümüz kimi necədirsə, yəni X şəklində qalacaq. Yəni burada fiziki proseslər olduğu üçün, kimyəvi proses olmadığı üçün aqreqat halının dəyişməsi, orada maddənin molekulyar quruluşu dəyişməz. Ancaq kimyəvi proseslərdə dəyişə bilir. Həcmi dəyişir maddənin. Molekular arası cazibə qüvvəsi də molekular arası məsafə dəyişdiyi üçün dəyişir. Bizdən deməli dəyişməyən soruşulur. Elə doğru cavabımız C variantı olacaq. Hansı halda cisim verilmişdir? A variantında hava qarışıq maddədir. B variantında dəmir maddədir. C variantında karbon qazlı mürəkkəb maddədir. D variantında glikoza yenə mürəkkəb bir maddədir. E variantında isə deməli maddəyə müəyyən forma verilib və mis məftil alınıb. Bu isə cisim olacaq. Elə doğru cavabımız E variantı olacaq. Cədvələ əsasən X hansı maddə ola bilər? Bizdən soruşulub. Gördüyümüz kimi molekulunda X-in rabitələrin ümumi sayı ilə sigma rabitələrin ümumi sayı bərabər olduğu qeyd olunub. İndi A variantında verilən maddə O2. O2-nin biz deməli quruluşunu yazası olsaq bu şəkildədir. Burada bir sigma rabitə və bir pi rabitəsi var. Ümumi rabitəsi 2-dir. Ancaq sigma rabitəsi bir dənədir. Ona görə bu doğru deyil. Ümumi rabitələri hər ikisi bir yerdə götürülür. Ancaq sigma rabitəsi 2 qat rabitədən biri sigmadır. İkinci maddəmiz üçün verilən bu maddəmiz üçün quruluşunu yazası olsaq, hidrogenlər bir valentli olduğu üçün tək qat rabitə şəklində göstərəcək. Sigma rabitələrin sayı 1, 2, 3, 4, 5-dir. Ancaq ümumi rabitələr deyərkən digər rabitə, yəni pi rabitədə götürülür. Deməli, bu da doğru deyil. Ümumi rabitə sayı 6-dır. Ancaq sigma rabitə sayı 5-dir. Bizdən isə tələb olunur ki, ümumi rabitə sigma rabitəyə bərabərdir. Yəni, dolayısıyla həmin maddədə deməli pi rabitəsi yoxdur ki, ümumi rabitə sayı sigma rabitəsinə bərabərdir. C variantında verilən maddəmiz də eynən burada yenə pi rabitəsi olduğu üçün sigma 1, 2, 3 olacaq, ümumi rabitə isə 5 olacaq, yenə bərabər deyil. D variantında verilən maddəmizdə CH4-də 4 hidrogen və burada pi rabitəsi yoxdur. Gördüyümüz kimi ümumi rabitələr 4-dür və sigma rabitəsi də elə 4-dür. Deməli, doğru cavab elə D variantı olacaq. E variantında isə azotun quruluşunu bilirik ki, bu şəkildədir azot. Deməli, bir sigma rabitəsi var, 2 pi rabitəsi var, ümumi 3 rabitəsi var, ancaq sigma rabitə sayı 1-dir. Yəni, bərabər deyil. Cədvəldə A elementi verilmişdir. Elektron formulu 3s üstü 2, 3p üstü 4 sonluğu ilə qurtarır. Yəni, bizə qısa elektron formulu verib.
A elementin dövr sistem cədvəlində mövqeyi bizdən soruşulur. Bizə məlumdur ki, ən son S-in qarşısındakı rəqəm onun dövrünü göstərir. S və P-nin üzərindəki elektronların cəmi isə onun qrupunu göstərir. Yəni sonu S və P ilə bitirsə, bunlar da əsas yarım qrup olduğunu göstərir. Deməli, üçüncü dövr elementidir bu. Digər ikisini silirik, yəni dövr 3 olanlar. Qrup da B ola bilməz, çünki S P ilə bitir və 6A yarım qrupudur. Ona görə doğru cavabımız elə B variantı olacaq. Barium floriki birləşməsində atomlar bir-biri ilə birləşir. A. Qeyri-polyar kovalent rabitə ilə bu yanlışdır. Qeyri-polyar kovalent rabitədə eyni növ atomlar arasında əmələ gələn rabitədir. B. İyon rabitəsi bu doğrudur. Elə cavabımız bu olacaq. Çünki anion və kation arasında yaranan rabitəyə biz iyon rabitəsi deyirik. Burada barium müsbət 2, flor isə mənfi ionudur və anion kation arasında yaranan bu rabitəyə iyon rabitəsi deyilir. C variantında donor akseptor doğru deyil. Bilirik ki, hansı maddələrdə donor akseptor var. D variantı polyar kovalent, yəni qeyri-metal atomlar arasında, hidrogen rabitəsi isə hidrogenlə fon arasında yaranan bir rabitədir. Doğru cavabımız elə B variantı olacaq. Verilmiş şəkilə əsasən hansı ifadə doğrudur? Deməli, A variantında qeyd olunub ki, neytral atomdur. Bizə məlumdur ki, neytral atomda proton sayı elektron sayına bərabər olmalıdır. Şəkildə gördüyümüz kimi müsbət yüklər protonu ifadə edir, mənfi yüklər isə elektronu ifadə edir və burada proton sayı 3-dür, elektron sayı isə 2-dir, deməli bərabər deyil, bu yanlışdır, neytral atom ola bilməz. Proton sayı 4-dür qeyd olunub, biz müəyyən elədik ki, proton 3-dür, yəni müsbət yükləri əsasən təyin elədik, bu da yanlışdır. Neytron sayı 3 qeyd olunub, yüksüz zərrəciklər gördüyümüz kimi nüvədə olan onlar neytron ifadə edir. Bu da yanlışdır. 4-dür neytron sayı. Nisbi atom kütləsi 6-ya bərabərdir qeyd olunub. Nüvədə olan proton və neytronların cəmi nisbi atom kütləsini göstərir. Burada da gördüyümüz kimi proton 3-dür, neytron 4, deməli 7 olmalı idi. Katyondur qeyd olunubdur. Bu doğrudur. Deməli proton sayı elektron sayından çoxdur. Bu tip hala isə biz katyon deyirik. Yəni müsbət yüklərin sayı mənfi yüklərdən çoxdur. Deməli doğru cavab Y variantı olacaq. Kükürt atomunun maksimum həyəcanlanmış halında neçə orbital elektron saxlayır? Əvvəlcə biz kükürt atomunun elektron formunu yazaq. 1 s üstü 2, 2 s üstü 2, 2 p üstü 6, 3 s üstü 2, 3 p üstü 4 şəklində qutarır və 3 d sıfırı da var. Həyəcanlanma zamanı biz onu bilməliyik ki, cüt elektronlar təklənərək 3D yarım səviyyəsinə keçir. İndi xarici elektron təbəqəsində həyəcanlanma baş verir. Ona görə bizdən maksimum həyəcanlanmış halda soruşulur. Biz kükürt atomunu xarici elektron təbəqəsində nəzərə salsaq, S yarım səviyyəsində bir cütləşmiş elektronu var. P yarım səviyyəsində də yenə bir cütləşmiş, yəni 2 cüt elektronu var. D yarım səviyyəsi də onsuz boş olduğu üçün bizə məlumdur ki, həyəcanlanmanın olması üçün xarici elektron təbəqəsində cüt elektronlar olmalıdır və boş deməli xanalar olmalıdır. Boş orbitallar olmalıdır. Deməli burada neçə cüt elektronu varsa o qədər həyəcanlana biləcək. Kükürt 2 cüt elektronu var, deməli 2 dəfə həyəcanlanma baş verəcək. Mən elə birbaşa kükürdün ikinci həyəcanlanma halını, yəni maksimum həyəcanlanma halını yazacağım ki, orada olan vəziyyəti görmək üçün 1 s üstü 2, 2 s üstü 2, 2 p üstü 6. Deməli, kükürt birinci səfər həyəcanlanma baş verəndə buradakı elektronu gəlib bura keçəcək. İkinci həyəcanlanmada isə S elektronu D-yə keçəcək. Mən birbaşa həyəcanlanmış şəkildə, yəni 3s üstü 1, 3 p üstü 3, 3 d üstü deməli 2 şəklində yazacağım. İndi neçə orbitalın elektron saxlayır deyirsə, baxaram S yarım səviyyəsində bir orbital var onsuz. Burada da 1. P yarım səviyyəsində isə yenə yazaq. 3 deməli orbitalı var. S-də 1-dir. Yenə P yarım səviyyəsində yenə 3 orbital var. D yarım səviyyəsində isə 5 orbital var, amma hamısında elektron təbii ki yoxdur. İndi bunları elə elektronlarını da yazaq ki, daha aydın görsənsin. Deməli elektronlarını yazanda burada maksimumda artıq burada 1 elektron, burada hərəsində 1 elektron. Burada isə 2 deməli orbital, 2 xanası elektronla doludur.
İndi bizdən neçə xanada elektron var? Gördüyümüz kimi bura deməli 1 olacaq. Burada bir xanası var. Burada 3 xanasında elektron var. Burada bir xanası elektron saxlayıb. Burada deməli 3 xanası. Burada isə yəni D yarım səviyyəsində isə 2 xanası. Bunları cəmliyəsi deməli olsaq, deməli 5, 10, 11. Ümumi 11 orbitalı elektron saxlayır. Doğru cavab A variantı olacaq. Hansı maddə allotropik şəkil dəyişmə deyil? A variantında hidrogen qazı verilmişdir. Elə doğru cavabımız bu olacaq. Hidrogen qazı hidrogen əmələ gətirdiyi bəsit maddədir və allotropik şəkil dəyişmə deyil. Ancaq digər variantlara da baxaq. Ozon qazı, ozonun deməli oksigenin əmələ gətirdiyi allotropik şəkil dəyişmədir. Qırmızı fosfor, fosforun əmələ gətirdiyi allotropik şəkil dəyişmədir. Oksigen qazı, oksigenin, qrafit isə karbonun əmələ gətirdiyi deməli allotropik şəkil dəyişmələrdir. Burada bizdən soruşulan allotropik şəkil dəyişmə olmayan, o da A variantı olacaq. A0 2 elektron verərək AM iyonuna çevrilməsi prosesi üçün doğru olanlar bizdən soruşulur. Deməli, bizə məlumdur ki, A0 ixtiyari bir atomdur. 2 elektron verdikdə alınan iyon, deməli, A2 müsbət iyonu olacaq. Bir də qeyd olunub ki, AM iyonu elektron sayı A0'ın elektron sayından çoxdur. Bu yanlışdır. Gördüyümüz kimi elektron veribsə elektron azalır normal atomuna baxanda. İkinci, A0'ın radiusu, yəni atom halının radiusu A2 müsbət iyonu qeyd elədik. Radiusundan böyükdür deyir. Bizə məlumdur ki, atom elektron verdikdə radiusu azalır. Elektron aldıqda isə radiusu artır. Bu doğrudur. Yəni atom halında müsbət halındakı iyonundan radiusu böyük olacaq, ancaq mənfi halındakı iyonundan isə radiusu kiçik olacaq. Üçüncüdə qeyd olunub ki, A0'ın proton sayı AM-in proton sayından çoxdur. Bu yanlışdır. Bizə məlumdur ki, kimyəvi reaksiyalar zamanı elektron alış-verişi baş verir. Yəni proton nüvədə olduğu üçün proton alış-verişi getmir. O yalnız nüvə reaksiyalarında baş verir. 4. Deməli, AM katyondur qeyd olunub, onu da aşağıda qeyd elədik, doğrudur. Deməli, doğrular bizdən soruşulurdu. Doğru cavab 2-4 Y variantı olacaq. Cədvəldə maddələr olaraq X, Y, Z verilmişdir. Aqreqat halları bərk, mayedir. Bir-biri ilə əmələ gətirdiyi qarışıq təsvir olunmuşdur. Gördüyümüz kimi X bərk maddədir. Qarışıqda həll olmayıb. Y və Z isə bir-birində həll olub və homogen qarışıq əmələ gətirib. Homogen. Ancaq X isə onlardan heterogen qarışıq əmələ gətirib və dibə çöküb. Hansı üsullarla maddələri bir-birindən ayırmaq olar? A variantında süzmə qeyd olunub, sonra durultma. Bu yanlışdır. Süzmə doğrudur. Əvvəlcə X ayırmaq olur, ancaq növbəti addımda durultmadan istifadə etməklə Y-Z ayırmaq olmaz. Heterogen qarışıqları durultma üsulu ilə ayrılırlar. B variantında buxarlandırma, süzmə qeyd olunub. Bu da yanlışdır. C variantında süzmə doğrudur. X-i süzəcək ayıracaq. Sonra isə distillə ilə maye və maye qarışıqlarını, yəni bir-birində həll olanları bu üsulla ayırmaq olar. Digər üsullara da baxası olsa, orada da digər üsullar yanlış verilmişdir. Doğru cavab elə C variantı olacaq. Fosforun ən kiçik və ən böyük okslaşma dərəcələrini müəyyən edin. Deməli, əvvəlcə biz fosforun elektron formulunu yazaq. P15, deməli 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 3 olacaq. Yəni bizə əsas maraqlı olan sonuncu elektron təbəqədir. Biz buna əsasən baxırıq. Fosfor 5-ci qrup əsas yarım qrup elementidir. 5A yarım qrup elementləri bizə məlumdur ki, xarici elektron təbəqəsini tamamlamaq üçün çatışmayan elektron sayı 3-dür, yəni 8-ə tamamlamaq üçün. Ona görə qrupdan 8 çıxmaqla da tapırıq onun minimum okslaşma dərəcəsini və yaxud da ki, oktetə tamamlamaq üçün 8-ə tamamlamaq üçün 3 elektron çatmır. Yəni burada minimum okslaşma dərəcəsi qrup çıx 8 desək, bu qayda ilə mənfi deməli 3 alacaq. Bu şəkildə də tapmaq olar, ancaq oktet qaydasına görə də müəyyən edə bilərik ki, burada mənfi 3 olacaq. Minimum okslaşma dərəcəsi, maksimum okslaşma dərəcəsi isə həmin elementin birləşmə əmələ gətirərkən metallıq xassəsi üzə çıxır və özündən elektron mənfi elementlərə elektronu verərək yenə birləşmə əmələ gətirərkən stabil vəziyyətə keçir. Bu səfər də xaricində olan elektronları əksər vaxtı hamısını verərək, yəni müsbət 5 okslaşma dərəcəsi göstərə bilir.
İndi bizdən deməli minimum -3, maksimum isə müsbət 5 olduğunu soruşurdu. Doğru cavab B variantı olacaq. Dövr sistemin əsas yarım qrup elementi olan X-in xarici energetik təbəqəsində bir tək elektronu var. Onun baş oksidinin və uçucu hidrogenli birləşməsinin formullarını müəyyən edin. Deməli, bizə məlumdur ki, 7-ci qrup və 1-ci qrupda olan elementlərin xarici elektron təbəqəsində bir elektron var. Bu şəkildə yazıq. Hər birinin N-2, N-P-5. Deməli, 1A qrup elementləri və 7A qrup elementləri xarici energetik təbəqəsində bir elektron saxlayır. Ancaq 1A qrup elementlərindəki hidrogenli birləşmə RH tipli olsa da uçucu deyil. 7A qrup elementləri isə hidrogenli birləşməsi uçucudur. Deməli, burada uçucu hidrogenli birləşməsi deyirsə, bizdən 7A qrup nəzərdə tutulub. Və digər yandan baş oksidlərinə baxası olsaq R2O-dur. Ancaq 7A-da isə R2O7-dir. Gördüyümüz kimi R2O heç bir variantda da verilməyib. Deməli, bizə kömək olunub ki, yəni 7A qrup, 7A yarım qrupu, əsas yarım qrup elementləri nəzərdə tutulub deyə. İndi biz baxacaq, RH dedik ki, hidrogenli birləşməsinin formuludur və R2O7 də baş oksidinin formuludur. Doğru cavab elə D variantı olacaq. Verilmiş iyonlar üçün hansı müqayisələr doğru verilmişdir bizdən soruşulur. Deməli, verilən iyonlarımıza baxıram. SO3 2 mənfi iyonu və HSO3 mənfi iyonu. İndi birinci proton sayının müqayisəsi verilmişdir. Bizə məlumdur ki, yükün protona aidiyyəti yoxdur, ancaq elektron sayına təsiri var. Ona görə tərkibində olan elementləri mən ixtisar apara bilərəm. Məsələn, proton sayı üçün kükürt və oksigeni ixtisar apara bilərəm. Burada olan kükürt və oksigen, çünki eyni sayılar. Deməli, bizə burada proton sayı bir hidrogeni artıqdır deyə HSO3 mənfi iyonda proton sayı çox olacaq. Amma burada əksinə verilib, yəni birincidə çox verilib. Ona görə bu yanlış olacaq və yaxud da verilənləri əsasən hesablayıb da baxa bilərik. Mən qısa şəkildə yazdım. Elektron sayına baxanda yenə eyni qayda ilə kükürt və 3 oksigen, burada kükürt və 3 oksigeni mən ixtisar apara bilərəm. Ancaq xaricində olan 2 mənfi, onun demək 2 elektronu var ümumi iyonun. Həmin bu iyon üçün baxaram, 1 mənfi buradadır. Buna görə 1 elektron və hidrogen sayı var orada. Ona görə də 1 elektronu var. Cəmi, yəni 2 elektron da bunda olacaq. Yəni biz bunların elektron saylarını müqayisə eləsək bərabər çıxdığını görəcəyik. Çünki kükürt oksigende olan elektronları da cəmləsək bərabər ifadə alacaq. Bu doğrudur. Neytron sayı, yenə neytron sayı iyon sayının aidiyyatı yoxdur. Yenə biz kükürt və 3 oksigen atomu buradan ixtisar apararaq baxa bilərik və yaxud da bir-bir hər bir üçün neytron sayını yaza da bilərik. Burada biz baxacaq ki, yenə neytron sayda bərabər çıxacaq. Çünki bizi bu aldadıcı hidrogen burada artıq kimi görsənir, amma hidrogen yuxarıda gördüyümüz kimi 1-1 şəklində verib. Yəni neytronu 0-dır. Ona görə elə harda hidrogen H11 görürük, onun neytronuna 0 yaza bilərik. Digər deməli elementlərin sayı da iyonda bərabər olduğu üçün və iyon yükü də neytrona bərabər təsir eləmədiyi üçün bərabər olmalıydı. Ancaq burada müqayisə olunub. Deməli, doğru cavab bizdən doğru soruşulur. Yalnız 2 C variantı olacaq. Cədvəldə qarışdırılan maddələr olaraq su və qarışdırılan maddə olaraq xörək duzu, neft, qum, şəkər verilmişdir və onlardan alınan qarışıqlar 1, 2, 3, 4 şəklində ifadə olunmuşdur. Bizdən heterogen qarışıqlar soruşulur. Bizə məlumdur ki, heterogen qarışıqlar adi gözlə və ya mikroskopla görünən qarışıqlardır. Yəni, orada ən az 2 maddə olduğu adi gözlə görünə bilir. Ancaq homogen qarışıqlarda isə adi göz və ya mikroskopla qarışığı müəyyən eləmək olmur, seçmək olmur. Maddə eyni bir maddə kimi görsənir. Deməli, xörək duzunun suda məhlulunda biz xörək duzunu görə bilmərik. Bir maddə kimi görsənir. Ona görə bu homogen qarışıqdır. Neft su qarışığında biz bu qarışığı görə bilirik. Hətta sərhəd əmələ gəlir. Neft və su arasında bir-birinə qarışmır. Ona görə heterogen qarışıqdır bu. Qum su qarışığında da qumu rahatlıqla görə bilərik. Ona görə heterogen qarışıqdır. Şəkər, deməli, su qarışığında isə şəkəri biz suyun içərisində görə bilmirik. Əmələ gətirdiyi qarışıq homogen qarışıqdır. Deməli, doğru cavab 2-3 D variantı olacaq. Oksigen və azot üçün ümumi olanı müəyyən edin.
1. 2 atomlu bəsit maddə əmələ gətirir qeyd olunub. Bu doğrudur. Deməli, azot 2 atomlu bəsit maddə əmələ gətirir. Oksigen də 2 atomlu bəsit maddə əmələ gətirir. Hər ikisi üçün ümumidir. 2. 3 atomlu bəsit maddə əmələ gətirir qeyd olunub. Azot əmələ gətirmir, ancaq oksigen 3 atomlu bəsit maddə əmələ gətirir. Hər ikisi üçün ümumi deyil. Alotropik şəkil dəyişmələr əmələ gətirir. Yenə bu azota aid deyil, oksigenə aiddir. Çünki oksigen elə bu göstərdiklərimizin hər ikisi oksigenin alotropik şəkil dəyişmələridir. Deməli, hər ikisi üçün ancaq ümumi deyil. Doğru cavab yalnız bir A variantı olacaq. Hansı maddə molekulları arasında hidrogen rabitəsi əmələ gəlir? Bizə məlumdur ki, hidrogen rabitəsi hidrogenlə elektron mənfiliyi yüksək olan fon arasında, yəni flor, oksigen, azot arasında əmələ gələn bir rabitədir. Yəni, molekullar arasında mütləq birində hidrogen, digərində isə bu elektron mənfi elementlər olmalıdır. A variantında qeyd etdiyimiz kimi H-xlorda, yəni hidrogen olsa da fondan hər hansı bir element yoxdur. Ona görə hidrogen rabitəsi əmələ gətirə bilməz. B variantında həmçinin hidrogen olsa da digər elementlər yoxdur. C variantında isə gördüyümüz kimi hər ikisi var. Deməli, hidrogen rabitəsi 3 nöqtə ilə göstərilir. Həm hidrogen var, həm flor var. Burada deməli hidrogen rabitəsi əmələ gələcək bu şəkildə molekullar arası olaraq. Və doğru cavabımız C variantı olacaq. Digər variantlara baxsaq, CH4-da hidrogen var, ancaq digər fon elementlərinin hər hansı biri yoxdur. CO-da da oksigen var, ancaq hidrogen yoxdur deyə həmin molekulda. Ona görə molekullar arası burada hidrogen rabitəsi əmələ gələ bilməz. 2s+2, 2p+3 elektron formuluna malik X elementinin əmələ gətirdiyi X2 tipli molekul üçün doğru ifadələri müəyyən edin. Əvvəlcə biz aşağıdan X elementinin metal və ya qeyri-metal olduğunu və tək elektron sayını müəyyən edək. Deməli, elektron formula baxdıqda görürük ki, 5 elektronu var xarici elektron təbəqəsində, yəni 5A əsas yarım qrup elementidir. Və qeyri-metaldır. Bizə məlumdur ki, xarici elektron təbəqəsində 5 elektronu olanlar qeyri-metallara aiddir. Və tək elektron sayını müəyyən edək. Bu da bizə həmin deməli, elementlər bəsit halda molekul əmələ gətirərkən xarici elektron təbəqəsindəki tək elektronlardan istifadə edir. Buna əsasən onlarda deməli kovalent rabitələr əmələ gəlir. Yəni X2-də biz yazası olsa X3 tək elektronunu digər X2 tipli olduğu üçün 3 tək elektronunu verərək, deməli bu şəkildə, daha doğrusu ortaya qoyaraq, bu şəkildə qeyri-polyar kovalent rabitəli maddə əmələ gətirirlər. İndi buradan qeyd olunub ki, bir sigma rabitəsi var. Bizə məlumdur ki, qeyri-metal atomlar arasında, yəni molekul əmələ gətirərkən mütləq sigma rabitəsi mövcud olur. Bu doğrudur. Pi rabitəsi var. Gördüyümüz kimi pi rabitəsi də var. Yəni 3 tək elektronu var deyə onlardan istifadə edərək 2 atomlu birləşməsində pi rabitəsi əmələ gələcək. Polyar kovalent rabitəsi var. Bu yanlışdır. Molekulda X-in valentliyi 2-dir. Gördüyümüz kimi, yəni molekulda 3 tək elektronun hesabına rabitə əmələ gətirdiyi üçün həmin X2 tipli molekulda deməli 3 valentlidir, 2 valentli deyil. X xətti quruluşludur, bu da doğrudur, yəni xətti quruluşlu bir molekuldur. Deməli doğru cavab 1, 2, 5 B variantı olacaq. Cədvəldə X-4 iyonu verilmişdir, elektron sayı 10-dur. X atomunun proton sayı bizdən soruşulur. Deməli, elektron sayı iyon üçün sağ tərəfdə göstərilib. Bizə məlumdur ki, -4 o deməkdir ki, 4 elektron alıb, elektron sayı 10 olub. Deməli, onu 10-dan 4-ə çıxdıqda əvvəlcə onun 6 elektronu və ya 6 protonu olub. Doğru cavab elə 6 olacaq. Cədvəldə hidrogen 2,1-in və oksigen 16,8-in izotoplarını əmələ gətirdiyi maddə verilmişdir. H2O. Molekulunda olan neytronlar ümumi sayı bizdən soruşulur. Deməli, neytronların ümumi sayını taparkən molekul formulu yazaq. Bizə məlumdur ki, artıq hidrogen 2,1 verilibsə, bunun bir neytronu var. Oksigen 16,8-dirsə, 8 neytronu var. Bərabərdir 2 hidrogen atomu var. 2 vurulsun 1, üstə gələk neytron sayı 1-dir. Ona görə üstə gələk oksigende də elə 8-dir. Bir oksigen atomu var. Ümumi olaraq 10 olacaq. Deməli, doğru cavabımız 10-a bərabərdir. Cədvəldə A maddəsinin ərimə temperaturu -15, qaynama temperaturu isə 45 dərəcə verilmişdir. Temperatur 55 dərəcədən -5
-5 dərəcəyə qədər azaldılır. Doğru ifadələri müəyyən edin. Bizə məlumdur ki, maddələrin ərimə temperaturu və qaynama temperaturu arasında intervalda maddənin aqreqat halı maye halda olur. Qaynama temperaturu və ondan yüksək temperaturda artıq qaz halına keçir. Ərimə temperaturundan əvvəl deməli maddənin aqreqat halı bərk halda olur. İndi 55 dərəcədə bizə məlumdur ki, bu maddə 45 dərəcədən yuxarı olduğu üçün qaz halda olacaq. Yəni qaz halından -5 dərəcə isə, yəni 45-dən kiçikdir, amma -15-dən böyük olduğu üçün, yəni maye olan intervala düşəcək. Yəni qazdan mayeye çevrilmə prosesi baş verəcək. Həmin maddə üçün bir molekulların hərəkət sürəti artır. Bu yanlışdır. Molekulların hərəkət sürəti azalacaq. İki molekullar arası məsafə azalır. Bu doğrudur. Deməli, qazlarda molekullar arası məsafə daha çoxdur. 3. Buxarlanma prosesi baş verir. Bu yanlışdır. 4. Kondensləşmə prosesi baş verir. Bu doğrudur. Qazdan maye keçmə kondensləşmədir. 5. Sıxlıq artır qeyd olunubdur. Bu da doğrudur. Bizə məlumdur ki, qaz halında maddənin sıxlığı maye halında olan maddənin sıxlığından azdır. Yəni maye halına keçdikdə isə sıxlığı artmış olacaq. Doğru cavab 2, 4, 5 olacaq. Cədvəldə C5H10O4 verilmişdir. Bizdən neutron sayı soruşulur. Deməli, neutron sayını taparkən C5H10O4. Burada da hər biri üçün deməli atom kütləsi və proton sayı verilmişdir. Neutron sayı hidrogende deməli 0-a bərabərdir. Hidrogeni nəzərə almayacaq. 1-dən 1 çıxanda. Karbonda neutron sayı 6-dır. Deməli, oksigende isə neutron sayı 8-dir. Və o zaman mən ancaq karbonu, yəni 5 vur 6 üstə gələk 4 vur 8. O da bərabərdir. Deməli, 30 üstə gələk 4 vur 8-də 32 edəcək. Bərabərdir. Cəmi 62 neutron olacaq. Uyğunluğu müəyyən edin. X-in birləşmələri verilmişdir. Deməli, sağ tərəfdə qeyri-metal olan X-in oxşaşma dərəcəsi isə sol tərəfdə -2, hansı halda müsbət 6, hansı halda müsbət 4 olur deyə bizdən soruşulur. Deməli, birinci biz A-da olan maddəni buradan yazaq, baxaq. Bizə məlumdur ki, mürəkkəb maddələrdə oxşaşma dərəcəsinin cəbri cəmini 0-a bərabər edərək oradan soruşulan elementin oxşaşma dərəcəsini tapa bilirdik. Təbii ki, bəzi elementlərin də oxşaşma dərəcəsini əvvəlcədən bilmək şərtində. İndi məsələn burada baxası olsam, kalium birləşmələrdə müsbət 1-dir, hidrogen əksər birləşmələrində müsbət 1-dir. Ancaq hidridlər, yəni metallı birləşmələrdə və silisium borda -1-də qeyd edirdi. Burada oxşaşma dərəcəsini A yazsam, cəbri cəmi 0-a bərabər edə bilərəm. Üstəgəl A bərabər 0. Buradan da A bərabərdir. O tərəfə keçəndə -2 eləyəcək. Deməli, 1-ə uyğun olacaq A. İkinci B üçün, deməli, X8, heç bunu yazmıram, çünki bəsit halda elementin oxşaşma dərəcəsi 0-dır, yəni 8 atomlu molekula əmələ gətirib. C-də isə natrium 2, XO3 birləşməsidir. Burada natrium birləşmələrində biz bilirik müsbət 1-dir, oksigen əksər birləşmələrində -2-dir. Buna isə C qoyaq, X-ə. Deməli, buradan X-in oxşaşma dərəcəsini tapası olsaq, müsbət 2 eləyəcəm, indeksini nəzərə alıram. Üstə gələk C, üstə gələk, deməli, 2 vur 3, -6 eləyəcək. İndeksləri mütləq nəzərə almalıyıq. Bərabər 0. Sol tərəfdə deməli, C, sol tərəfdə -4, sağ tərəfə keçəndə C bərabər müsbət 4 eləyəcək. Deməli, C də 3-ə uyğun olacaq. Sonra D-də maddəmiz kalsium X-dir. Kalsium birləşmələrində biz bilirik ki, hər zaman müsbət 2 göstərir. Bura D desəm, yəni 2 üstə gəl D bərabərdir 0. D də bərabərdir. O tərəfə keçəndə -2 eləyəcək. Deməli, bu da -2-yə uyğun oldu. Y variantında isə baxaq H2XO4. Burada hidrogen yenə birləşmələrində müsbət 1, oksigen -2. Buna Y desək, deməli, indeksləri nəzərə alırıq. Müsbət 2 hidrogende üstə gələk Y, üstə gələk 4-ü 2-yə vuranda -8 bərabər 0. Buradan deməli, sol tərəfdə -6, Y bərabər sağa keçəndə müsbət 6 eləyəcək. Y də deməli 2-yə uyğun olacaq. Deməli, 1-ə AD, 2-yə Y, 3-ə C olacaq.
Cədvəldə qarışıqlar verilmişdir və qarışıqların ayrılma üsullarının yazılması bizdən tələb olunur. Deməli, birinci qarışıq xörək duzunun su ilə qarışıqdır. Xörək duzu suda həll olur, bizə məlumdur ki, və həmin qarışığı ayırmaq üçün suda həll olan 5 maddəni belə deyək, ayırmaq üçün buxarlandırma üsulundan biz istifadə edirik. Buxarlandırma. İkinci qarışıq neft su qarışığıdır. Orada sərhəd əmələ gəlir bildiyimiz kimi və həmin qarışığı ayırmaq üçün ayırıcı qıfdan istifadə olunur. Deməli, ayırıcı qıf. Digəri isə qum su qarışığıdır. Suda həll olmayan 5 maddələri isə sudan ayırmaq üçün süzmə üsulundan istifadə olunur. Cədvəldə x müsbət 5 iyonu verilmişdir. Neytron sayı A üstəgəl 1-dir, elektron sayı 10-dur. Bizdən A-nın qiyməti və x elementin nisbi atom kütləsi soruşulur. Birinci olaraq deməli x 5 müsbət, deməli proton sayı da A-dır, elektron sayı 10-dursa, deməli müsbət 5 olubsa 5 elektronunu verib, deməli əvvəl 15 imiş. A-nın qiyməti 15-dir. İkinci olaraq bizdən tələb olunur ki, x elementin nisbi atom kütləsi ayır x üçün bərabərdir. Deməli, proton üstəgələn neytron cəminə bərabərdir. Deməli, proton sayını biz bildik ki, 15-ə bərabərdir. 15 üstəgələn neytron da A deməli, əgər 15-dirsə, neytron sayı A üstəgəl 1-dir. Yəni, neytron sayı A üstəgəl 1 olduğu üçün 15 üstəgəl 1, 16 olacaq. O da bərabərdir, 31 olacaq. Cədvəldə maddələrin açıq quruluşu verilmişdir. Bizdən molekulunda polyar kovalent rabitələrin sayı soruşulur. Bizə məlumdur ki, polyar kovalent deyərkən nə başa düşürük? X, Y arasında yaranan, yəni iki müxtəlif qeyri-metal atomları arasında yaranan kovalent rabitə başa düşürük. Ancaq qeyri-polyar kovalent rabitə deyərkən bizə məlumdur ki, eyni növ qeyri-metallar arasında, məsələn, bu şəkildə ifadə edə bilər. Bəzən də 3 qat rabitə olur. Yəni, X, Y və Z arasında yaranan bu tip rabitələrin sayının fərq eləmir. Yəni, 1, 2, 3 olmasına baxmayaraq, hamısı qeyri-polyar kovalent rabitədir. Birinci maddədə gördüyümüz kimi hər ikisi qeyri-metallardır onsuz. Fosforda, oksigenda və müxtəlif növ qeyri-metallar arasında yaranır. Bu rabitələrdə 2, 4, 6, 8, 9, 10. Deməli, ümumi hamısı elə polyar kovalent rabitədir, 10-dur. İkincidə verilən maddəmizdə də karbon-hidrogen arasında olan rabitələr polyar kovalent rabitədir. Ancaq bayaq qeyd elədik ki, məsələn, 3 qat rabitə var X arasında, yəni eyni karbon-karbon və burada da karbon var. Bu rabitələr isə deməli qeyri-polyar kovalent rabitədir. Ona görə biz orada onu nəzərə almayacaq. Molekulunda deməli hidrogen sayına əsasən polyar kovalent rabitənin sayını müəyyən edə bilərik burada və yaxud da saya bilərik karbon-hidrogen arasında olan rabitələri 4 rabitədir. Digər maddəmizdə də gördüyümüz kimi, yəni oksigen və oksigen arasında olan bu rabitə qeyri-polyar kovalent rabitədir. Digər rabitələr isə polyar kovalent rabitədir. Bunda sayı 2-yə bərabərdir.